Elmandır. Mikrofon götür, ay Bayram. Bəli, xəstədəməm. Bayram, həqiqətən gör uşaqları necə sevir o. O, Elman. Elman nə deyir orada? Xoş gəldin xanım. Bəli, bəli. Mən Gülxanıma çox pis olmuşam. Gülxana bir şey olsa mən neyniyəm? Uşağa qala, yetim qala. Mərhəmət hissidir. Bəli, bəli, Elman. Çünki uşağa yazıqdır. Gülxana bir şey olmasa çox pis edər. Dünyam dağılar. Gülxana bir şey olsa. Yox, Elman həqiqətən də, yəni indi bunu bir yanlış da anlamayın. İstər Eldəniz oturub orada, Eldəniz dedi ki, mən Gülxanıma bir qardaş kimi, bir dost kimi, yəni onun uşaqlarına dəstək verə bilərəm. Elə deyilmi Eldəniz? Mikrofonu verin ona. Elman da çox gözəl bir anası var. Buradan salamlayıram onu. Elmanın çox gözəl bir ürəyi var. Yəni bunu yanlış anlamayın. O onun mərhəmətidir. O onun insanlığıdır. O bir qardaş kimi, bir nə bilim yaxın bir qohum kimi ki Gülxanıma Bəli. Siz yox, düşmən balası da. Hətta bilirəm ki, Üzdədyanım o mənim düşmənimdir. Onun oğlu bura gəlsə, çırpılsa, durub qabağına çıxaram ki, bəli, deyməyin o. Necə yəni o otaq gibi onu özünə yazığı gəlməlidir. Özünə baxış hörməti olmalıdır. Cəmaatın biz hamımız ona bir yazığımız gəlir ki, şikayət biraz bağışda nəyi var. İndi gəlib deyir ki, mən onu çox istəyirəm. Hər şey istəyirsən, bu azad dünyadır, azad Azərbaycandır. Qapı pəncərəli açıqdır. Get qabağına və salam. Burada gəlib özünüzü göstərməyin ki, bəli, siz insan sevərsiniz. Mən oturmuşam düşmən kimi az qalar. Yəni bir insanı, niyə biz mərhəmət hissini belə Mərhəmət hissini bağışda paylamazlar, bağışda mən. Və mərhəmət hissini paylayanlar ki, çox alsın. O günəşin bağışda baxmır, yerdəki yaramazdır, yoxsa xeyirxardır. O istisini verir. Bu qadın da hamının mərhəməti var, hamı istəməlidir onu. Amma qadın da özünü bağışlama addımları səhv atmamalıdır. O ayrı şeydir, amma... Anam, təklifiniz nədir? Məsələn, necə olsun? Necə olsun? Ya bu uşaqların aqibəti necə olsun? O piramidanı mən qoymamışam, qoysaydım, köhnə bazara... Başa düşdüm, indi biz nə eləməli? İstiqamət verək də. İstiqamət necə verəcəyik? İndi yarıdan sonra bir heç şey deyilmədik. Bu Gülxanımı qoyuram bir kənara, 2 dənə körpə uşaq qalıb ortada. Buna necə sahib çıxmalıdır? Ortada qalmır, sən vücudu gör. Sən istəyirsən cismini görürsən arkada. Başa düşdüm. Kim sahib çıxsın yəni buna? Bu dəqiqə qadını özünü xilas etmək lazımdır. Bu qadın özü bu səhv eləyib, başa düşdük. Səhv eləməyib. Uşağa kim sahib çıxsın? Anar bəy, indi o iki uşağın başına nələr gəldi, biraz sonra tamaşaçılar biləcək, amma mənim üçün çox maraqlıdır ki, Rəşadın ailəsi necə reaksiya verəcək? Sevinəcəkdilərmi? Üzüləcəkdilərmi? Onlar təbii ki, eşitmək istədikləri xəbəri biz bilirik ki, nə eşitmək istəyirlər. Ona görə də təbii ki, sevinə bilərlər, əgər bir mənfi xəbər varsa. Amma bugünkü gündə mən o xanımlardan gözləyirdim ki, həm Rəşadın bacılarından, həm də ki, anasından gəlsin, qardaşının səhvinə sahib çıxsın. Biz ona deməmişdik ki, gəlsin Gülxanıma sahib çıxsın. Ən azından xəstəxanada yanında olsun. Uşaq, Gülxanımın bətnində olan, üzr istəyirəm, Gülxanımın bətnində olan 2 dənə övlad onların qanını daşıyır. Gəlib sahib çıxmalıdırlar da. Burada 1% belə bunlar inanmasaydılar, bugün Gülxanımı məhkəməyə verərdilər. İnanırlar ki... O şey ya bağışa mən. Bula, hər şey qabağı, elə şey yoxdur. İnanır və Rəşad əmindir ki, bu övladlar onun övladı. Bir dəqiqə, bircə saniyə, Elmir bəy qoy fikrini desin deyən. Yox, desin. Yox, siz fikrinizi deyin. Əslində, mən düşünürəm ki, Ramal müəllim, tam səhv deyirsiniz. Elə onun bacıları, anası ömrü boyu onu idarə edib deyə bu problem var. Gəlib eləməsinlər, çıxsınlar Rəşadın həyatından, o öz həyatını yaşasın. Bayram bura gələndə bir hacıdan başqa heç kim ona Yox, mən bayrama sözümü deyərəm, indi də deyirəm, üz-üzə oturub indi də sözümü deyirəm. Bayram səhvdir, bayram günahkardır, bayram Gülxanımı bu duruma qoymasaydı, Rəşad kimi kişilər Gülxanımı bu vəziyyətə qoymazdı. Amma bunların hamısını deyirəm. Hələ də mənə çatmır ki, bu əşya aldı, amma bayram Yox, mən deyirəm. Gülxanım mənim yanında, bayram mənim yanında Gülxanımı döyüb, Gülxanımı söyüb, təhqir edib. İşte ona görə qovmuşam onu. Təzdən Gülxanımla evlən.
Da bunlar biləcək, başqa sənin çağıran yoxdur. Bədbəxtliyim mən. Neçə saniyə dayanın, Eldəniz nəsə demək istəyir? Xoşqədəm xanım, ilk öncə hər birinizə öz təşəkkürümü bildirirəm. Mən belə fikirləşirəm ki, səhvsiz insan olmur. Səhvimlə bağlı belə deyək, Rəqsanədən ilk öncə üzr istəyirəm. Olubdur, mən onu istəmədən olubdur. Qaldı da ki, uşaqlara Allah sizin köməyiniz olsun. Rəqsanənin göz bildim onunla bağlı. Rəqsanənin gözü sağalsa, Gülxanımın o 2 dənə uşağını mən övladlığa götürməyə hazıram. Rəqsanə ilə birlikdə. Eldəniz, sən bedi o 5 dənəniz sahib dur, onlar da sahib durası. Səni Allah saxlamış. Mən 5 dənə sən övlad. 5 dənəsini atırsa sığınacağı gəlib bura. Mən uşaqlarımı 5-də sığınacağa qoymamışam. Daş üstünə daş qoymasan. Zaten biz Bakı şəhərinə gəlməmişdən öncə maddi durumla bağlı. O mənəm deyən oğlan. Durar ki, mən uşaqlarımı sığınacağa vermirəm, kişi kimi aparıram, saxlayıram. Mən nişniyim, mən analığıma buradan təşəkkür edirəm. Atamı yox, analığıma. Deyim, mən atam doğma, atam da analığım ögeydir. Mən analığıma əlbər verirəm, mən heç kim deməsin ki, bayramsa o şey. Övlallar mənimki də hamısından üzr istəyirəm. Övlallar mənimkidir, mən paltanı da yuram, aparam da bir səhərəm. gündə sənin fikrindən razılaşıram. Mən ilk öncə Bakı şəhərinə gəlməmişdən qabağa, Bakı şəhərinə gəlməmişdən qabaq. Rəqsanə ilə ikimizin planımız olub ki, biz gələk Bakı şəhərinə. Yəni, ev tutaq, Xoşqədəm xanıma sığınaq, Xoşqədəm xanım bizi... Bir dəqiqə dayan, Eldəniz. Deməli, Gülxanımın 2 uşağına da sahibliyi. Bəli, Rəqsanə ilə birlikdə. Çünki onu qadir birisidir. Anar bəy, zəhmət olmasa imkan verin, qoyun mən mövzuya keçim, yəni mövzuya keçim. Deməli, sən əgər danışmağı özün seçdinsə, mən də səndən danışım da. Sən mikrofon götür qızım. Gülxanımın başına nələr gəldi, az sonra biləcəksiniz. Sahilə xanım, bağlanın efirə. Sizin də o xəbəri eşitməyinizi və o anları izləməyinizi istəyirəm. Dünən verilişdən sonra gərgin anlar yaşadıq, sabaha qədər yatmadı bizim əməkdaşlarımız. Xəstəxanada nələr oldu, əkizlərin taleyi, Gülxanımın bətnində olan uşaqların, yəni dəhşət sadəcə. Bayram. Salam xanım. Sənə təşəkkür edirəm ki, sən ən azı nə yaxşı ki, dünən o uşaqları gətirdin, Gülxanımla üz-üzə qoydun. Yəni, onları görüşdürdün. Mən bir də ona görə sənə təşəkkür edirəm. Rəqsanə, həkimin son qərarı çıxdı, sənə də mən ilk dəfə deyəcəm. İnanın mənə ki, dəhşət içərisindəyəm. Eldəniz, indi Gülxanımın 2 uşağına sahib çıxacaqsan. Xeyr, mən Rəqsanə ilə birlikdə istəyərəm çıxaq. Rəqsanə istəyir səndən birlikdə, buyur qızım. Xeyr, ömür boyu xoş gələm xanım. Rəqsanə Eldənizə yaxın getmirdi ki, Rəqsanə nə deyib bir yerdə uşaqları da saxlayar. Bizim zəifçiliyimiz budur ki, eşitirsən. Gülməli deyə sənin sözlərini. Mən deyim də sənə. Vallahi gülməlidir. Kişi olaraq bizim zəifçiliyimiz budur ki, hansısa bir səhvi bağışlamayıb. Qarşı tərəfdə də ki, yaşayışının sonluğu gəlir Gülxanım kimi çıxır. Yəni Gülxanımı bayramla buraxmışdı. Sən zəifçiliyin olubdur, deyəsən bu günlərim efirə çıxır. Mən gəlmişəm, getmir, mən əsas mənim uşaqlarımdır, mənim Gülxanım, mənim adlı marağım yox. Mən uşaqlarım da aparım saxlayıram. Sən özün demirdin ki, Eldəniz çox olmuşam bir yerdə, indi bir yerdə deyiləm, mən uşaqlarımı saxlayıram. Bir dəqiqə dayan Eldəniz. Sən bu qıza əl qaldıranda, onu o dizinlə gözünə vuranda... Yumruqla vurmuş. Necə? Yumruqla vurmuş. İskil olmuş, Yumruqla vurduğun qadını indi deyirsən ki, mənimlə birlikdə. Bugün sənə məlumat verir. Düzdür. Qərarını verir Eldəniz. Özüm istəyirəm, bəli. Buyur. Bəli, istəyirəm. Mənim amma vacib xoş gələm xanım. Xahiş edirəm. Anam yoxdur, ana kimi mahkum elə. Başına dön, mən göz kör qalmaq istəmirəm. 5 də uşağımı sağlamaq istəyirəm. Ayağının altını döyüb, səndən başqa mənim yoxdur. Mənim vacib gözüm. Sən deyib gəlmişəm. Atam buradadır mı? Gəlib mi onun atası? Zakir kişi, hardasan? Səni gözləyirəm mən.
Bugün qərar anıdır. Bu qız üçün bugün qərar veriləcəkdir. Atan da Xoşgədəm səni xanım. tərk etdi qız. Qərarı mən verə bilərəm. Zakir kişi Necə? bilməz onunla bağlı. Qərarı mən verə bilərəm. Kişi nə qədər güclü olursa olsun, bir kişi gücünü qadının üstünə salır. Razılaşıram hacı. Mən O qədər əsəbi idi. Aydındır, hacı, aydındır, sakit bir dəqiqə danış. mən razılaşıram sənin dediklərindən. Mən sadəcə olaraq oturub işləmirəm. Qərarı sən necə verə bilərsən ki, ay Eldəniz, sən bunu məhv eləmisən? Xoşgədəm xanım, mən yenə də deyirəm. İlk öncə səhvsiz insan olmur. Burak, Onun- bu səhv bağışlanan səhv deyil. Sənə indi mən açıqlayacağım. Bağışlanan səhv deyil. Sənə indi mən açıqlayacağım da səhvin nədir. Barışmıram, mən səndən boşanıram. Barışmırsansa mən xahiş edirəm Bəs sizlərdən. sizin Xoşgədəm beşdən xanım. uşağımı mən 6-cı böyütsəm uşaq gəlsin bilişməyəm dünyaya, siz. Aha. verilsin məhkəməyə, məhkəmənin qərarı ilə. Ya məndə qalsın, ya onda qalsın. Alimenti nədir? Kəsilsin. Mən də gedim bir yerdə işləyim. Yəni övladım 6-cı uşağa qədər Bəli. bu Xoşgədəm xanım. Başına dönməm, kömək edeyim ma. Mən istəmirəm. O atan da deməklə deyir Xoşgədəm xanım. dəqiqə Sənin bir gözünü deyirsən ki, vurublar, lap ən pis halda şikəst ediblər. Onunla barışmırsan, onu Allah vaxtında günahından keçsin, fikirləşərdin. günah onundur. Məndə heç bir şey Dünyaya yoxdur. gətir, ver özü saxlasın Xeyr, da. ona uşaq düşmür, mən ona uşaq verəm. 5 dənə də var. Dayı. 5 dənə uşaq Əsl Gəlsin o 5-ə necə baxacaqdı güya? Baxacaq. Yenə də bunlar 5-ə baxan, 5-ə baxa bilməyəcək. Nə o baxa biləcək, nə bu baxa elə biləcək. ona görə də dünyaya gətirib versin hökumətə 6-cı uşaqda. Hökumətə niyə görə verməlidir bu? Bezmişəm, ey Xoşgədəm xanım. Quranqa həyatımdan bezmişəm, təmiz yaşamaq istəmirəm. Ölmək istəyirəm. Necə deyim? Heç kəsim yoxdur mənim bu dünyada. Həqiqətən heç kəsin yoxdur. Həqiqətən heç kəsin yoxdur. Onun 5 dənə övladı var, bir də mən. Ana tutur yanım onu bağışlama anam canım ben ömür boyu. Qərar anında sən də burada olmalısan. Getmə Eldəniz. O qərarı birlikdə verməlisiniz. Qısa bir ara.